Sən müşrik, mürtəd, zındıq bir rafizisən. Bu terminlər kiməsə üzr istəyirəm ha. Uzun burun, şəlpə dodaq, at balaxanım kimi təhqir edici sözlər deyib alçaltmaq deyil. Bu terminlər sadəcə həqiqi niyyəti gizlədib müqəddimə qurmaqdır. Yəni əlimə ilk düşən fürsətdə müşrik, mürtəd, zındıq üzərində icra olunan həddləri bax sənin üzərində də icra edəcəyəm. Necə ki sələflərim və yandaşlarım müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə ediblər. Yəni bu özünə müsəlman deyən kəsin yoludurmu? Hucurat 11-də oxuyuruq. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İmandan sonra fasiqlik adı necə də pisdir. Kim tövbə etməzsə, məhz onlar zalimlardır. Deməli, Qurana görə bir müsəlmana ləqəblər qoşmaq tövbə etməyi tələb edir. Əgər ki, axirətə etiqadı varsa. Çünki hesab kitabı var. Mənim müsəlman hesab etmir, müşrik deyir. Sənə maraqlıdır mən sənin barəndə nə düşünürəm? Əgər desən ki, yox, mənə maraqlı deyil, onda niyə sənin fikrin mənə maraqlı olmalıdır? Allahın fikri maraqlıdır. Sizə mötəbər kitablarda qeyd olunan bir məsələni danışmaq istəyirəm. Bir nəfər İmam Sadiqdən soruşdu ki, cəmaat namazındasan və namaz səsli qılınır. Namaza imamlıq edən isə namünasib adamdır. Nə edim? İmam dedi, əgər Allahın kitabının oxunduğunu eşitsən, ona qulaq as və sus. Dedim, axı bu imam cəmaat mənim müşrik olduğuma şəhadət verir. Deməli, o dövrdə də ləqəb qoşanlar var idi. İmam buyurdu, əgər o Allaha itaatsizlik edirsə, sən Allaha itaat et. Xəbərin bir hissəsində imam incə bir məsələyə işarə etdi. Nəql etdi ki, İmam Əli sübh namazını qılırdı. İbn Kəvva onun arxasında idi. O, İbn Kəvvanın kim olması ayrıca söhbətdir. Xəvaricin, hökm yalnız Allaha aiddir, sənə yox deyə İmam Əlini təkfir edən zümrənin nümayəndələrindən olub. Bu İbn Kəvva İmam Əli namazda surə oxuyarkən Həzrətin sözünü Quran ayəsi ilə kəsdi. Zümər 65-i oxudu. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Allahu Əkbar. Sizcə nə deyir? İmam Əlinin müşrik olduğunu iddia edir. Həyasızlığı görürsünüz. İmam Əli Qurana təzim əlaməti olaraq susdu ta ki ayəni bitirsin. Sonra Əli əleyhissalam yenidən öz qiraətinə başladı. İbn Kəvva ayəni yenidən oxudu. Əli əleyhissalam yenə də sustu. Sonra İmam Əli Rum surəsinin 60-cı ayəsini oxudu. Fasbir inne va'dallahi haqq və la yestaxiffennekellezine la yuqinun. Sən səbirli ol. Həqiqətən də Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa sövq etməsinlər. Sonra isə surəni tamamladı və rüküyə getdi. İmam Əli İbn Kəvvanı cəzalandıra bilsə də tənəzzül etmədi. Ona müşrik deyən, oxuduğu Quran ayəsini kəsən, hikkəli edən kəsə fikir vermədi. Sadəcə Allah itaat yolunu asi olmaqdan üstün tutdu.